Salam, 12 aprel 2026-cı il oxu kurslarında keçirilən blok imtahanı 2. 10-cu sinif 1-ci qrup riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız kosinus alfa tangens alfa plus sinus alfa ifadəsini sadələşdirin. Yazırıq kosinus alfa vurulsun. Tangensin yerinə biz sinus bölünsün kosinus yazırıq. Üstəgəl sinus alfa. Burada kosinus alfalar ixtisar gedir. Sinus alfa ilə sinus alfanın cəmi bizə verir 2 sinus alfa B variantı. Mərkəz O nöqtəsində olan çevrədə ANC qövsünün dərəcə ölçüsü, gördüyünüz bu qövsünün dərəcə ölçüsü 86 dərəcədir. AB diametr olduğu üçün BC qövsünün dərəcə ölçüsü 180 çıxılsın 86 olar. Çünki burada yarım çevrə yaranır. Bu da bizə verir 94 dərəcə. BAC bucağını soruşur. Yəni bu X bucağı daxilə çəkilmiş bucaqdır və söykəndiyi qövsünün yarısına bərabərdir. 47 dərəcə. Paralel köçürmədə -3,1 nöqtəsi 2,4 nöqtəsinə keçirsə, -2,2 nöqtəsi hansı nöqtəyə keçir? Paralel köçürmənin düsturlarına əsasən biz bilirik ki, -3 2-yə keçib, onda burada artım, yəni bu düsturumuz var, x bərabər a plus x, y bərabər b plus y düsturları. X-imiz -3-dən 2-yə keçib, 5 vahid artıb. Y-imiz 1-dən 4-ə keçib, 3 vahid artıb. Onda burada da -2-miz 5 vahid artıb, 3 olar. 2-miz 3 vahid artıb, 5 olar. 3, 5 nöqtəsi. Oturacaqları 4 və 16 olan bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusu. Bərabəryanlı trapesiyanı çəkirik. Oturacaqları 4 və 16-dır. 2 hündürlüyü endiririk. Yuxarı 4-dürsə aşağıda 4-dür. Ümumilikdə 6 oturacaq 16 olduğu üçün bərabəryanlı trapesiyada 16-dan 4 çıxırıq 12, yarı bura düşür, yarı bura düşür. Ümumiyyətlə, dördbucaqlının əgər daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabər olmalı idi. 4 üstə 16, 20, onda 10, 10 yan tərəflərə düşür. Yan tərəflərin cəmi də 20 eləməlidir. Burada biz Pifagor teoremi görürük. Hündürlüyü h-dan işarə eləsək, h bərabərdir 10-un kvadratı çıxılsın 6-nın kvadratı. Bu bizə verir 8. Trapesiyanın və rombun daxilinə çəkilən çevrənin radiusu hündürlüyün yarısı idi. Yəni 8-in yarısı 4 cm. Bucaq D 140, bucaq B 60, D1, D2 paraleldir. A bucağını soruşur. Biz AD düz xəttini uzatsaq, burada 140 dərəcəli bucağı görürük. Bunlar uyğun bucaqlardır. Buna qonşu olan bucaq 40 dərəcədir. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 60, 40, 100, geriyə qaldı 80 dərəcə. Buradan sinus x, 6-cı sual. Sinus x bərabərdir kök altı 2 bölü 2 yaza bilərik. Sinus x bərabər A tənliyinin həlli belə idi. -1 üstü k, arcsinus kökdə 2 bölü 2 üstə gəl pi k. Yəni, bu bizə verir -1 üstü k, arcsinus kökdə 2 bölü 2 pi bölü 4'dür. Üstə gəl pi k. Cavabımız D-də. A üstü 4, C üstü 3 mənfidir. A-nın qüvvəti cüt, C-nin qüvvəti təkdir. Onda A-nın 4-cü qüvvəti müsbət olur. Məlum ki, C-nin tək qüvvəti nə olacaq? Mənfi olacaq. Çünki mənfini müsbətə vuranda mənfi eləyər. Cüt qüvvət müsbət olur. Əgər tək qüvvət mənfidirsə, onda C-nin özü də mənfi olacaq. Keçdi ikinciyə. İkincidə bir şey əldə eləmək olmur. Üçüncüyə keçək hələ ki. Biz nə görürük burada? 2 dənə hasil müsbətdir və hər ikisi tək qüvvətdir. Hər ikisi tək qüvvətdirsə, bunlar biz tapmışdıq, C mənfidir. C əgər mənfidirsə, mənfinin 5-ci qüvvəti yenə mənfi eləyəcək. Onda B üstü 9-a da mənfi düşməlidir ki, hasil müsbət eləsin. Əgər B üstü 9 mənfidirsə, deməli B-nin özü də mənfidir. Gəldi ikinciyə. B mənfidir, tək qüvvəti yenə mənfi eləyər. Onda A üstü 7 də mənfi olmalıdır ki, mənfini mənfiyə vuranda müsbət eləsin. Əgər tək qüvvət mənfi olarsa, onda həmin ədədin özü də mənfidir. Deməli, hər 3 ədədimiz mənfiymiş. X-in hansı qiymətində vektorlar perpendikulyardır? Perpendikulyarlıq şərti belə idi. Deməli, x1, y1 bunlardır. x2, y2 də bunlardır. x1, x2 üstə gəl, y1, y2 bərabərdir 0. Skaler asıl 0 olsun. -5 vurulsun x. Üstə gəl 5 vurulsun 10 bərabərdir 0-a. Buradan 5x bərabərdir 50, x bərabərdir 10 olacaq.
Funksiyalardan hansı xəttidir? Xəttdə funksiya y bərabərdir kx plus b şəklində olan funksiyalar idi. Burada məxrəzdə x var, olmaz. D-də də məxrəzdə x var, A-da da. C variantı kvadratik funksiyadır. E variantıdır. Baxın 3-də 1x plus 5-də 2 var. Rombun perimetri 20-dirsə, onda onun 10-cu sual. Bilir ki 4 tərəfi var, 4'ü də bir-birinə bərabərdir. Perimetr 4a-ya bərabərdir. Buradan a olur 10 hər tərəfinə, daha doğrusu 5. Hər tərəfinə düşür 5. İti bucağı 30 dərəcədir. Yazıram iti bucağına 30. Bizdən hündürlüyünü soruşur. Təpədən bir hündürlüyü endiririk. Burada düz bucaqlı 3 bucaq yaranır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. D variantı. Məxrəci 126 olan neçə ixtisar olunan düzgün kəsir var? Məxrəci 126 olan ümumilikdə 125 dənə düzgün kəsir var. İxtisar olunanları soruşur. Biz ixtisar olunmayanlara baxaq. İxtisar olunmayanlar. Olunmayanların sayı için bizim düsturumuz var idi. 126'nı sadə vuruqlara ayırırdıq. 2'ye bölünür 63. 3'e bölünür 21. 3'e bölünür 7. 7, 7'ye bölünür bir dəfə. 2 vur 3'ün kvadratı vur 7. Düsturumuz belə idi. Həmin ədədin özü vurulsun. 1 çıxılsın A-da 1. 1 çıxılsın B-də 1. 1 çıxılsın C-də 1. Bu ABC sadə bölənlərdir. 2'də 1 olur birinci mötərizə, ikinci mötərizə 3'də 2'dir, üçüncü mötərizə 7'də 6'dır. 2'lər ixtisar gedir, 6 ilə 3 gedir, 2 qalır. 126'nı 7'yə bölsək, olar 10. Deməli, 1 7'nin 7, 18 vur 2 oldu 36. Bu ixtisar olunmayanların sayıdır. 125 dənə düzgün kəsir var. 125'dən 36'nı çıxarıq. 15'dən 6, 9, 11'dən 3, 8, 89 dənə olar düzgün kəsir olar ixtisar olunan. Növbəti B10'un kvadratı çıxılsın B1'in kvadratı. B10'un yerinə biz B1 vurulsun 2 üstü 9 yazarıq. Həndəsi silsilədən söhbət gedir. Məxrəzdə də B19'un yerinə B1 vurulsun 2 üstü 18 yazarıq. Çıxılsın B1. Surətdən B1 kvadratı mötərizə xaricinə çıxarsaq qalar 2 üstü 18 minus 1. Çünki bura qüvvətlər bu 2 var. Həm B1'ə aiddir, həm 2'yə aiddir. Bölünsün B1'i məxrəzdən mötərizə xaricinə çıxaranda qalar 2 üstü 18 minus 1. Bunlar ixtisar gedər. B1'in kvadratını da B1'ə böləndə elə B1 qalar. Bunu da bizə 5 verib B variantı. 13. XY hasilini soruşur. Verilən birinci tənliyin hər tərəfin kvadratı yüksəldir. Alınan x kvadrat üstə gələ y kvadrat çıxılsın 2xy bərabərdir 25. Bunu bizə 35 verib çıxılsın 2xy bərabərdir 25. Buradan 2xy bərabərdir 10'a. Xy tapırıq 5. Y variantı. Növbəti. Biz kəsirin surətinə A kub plus B kub tətbiq etsək, alınar A plus B. A kvadrat çıxılsın AB plus B kvadrat çıxılsın 3 dənə 36, 39. 36 üstü 39 75 eləyir. 75 ilə 25 ixtisar getsə 3 qalır. Onlar 3'dən həmin 3'ü vururam mötərizənin içərisinə. Və yaxud da buradakı 3 ilə buradakı 3 çıxardıram mötərizənin xaricinə. Qalar 36'nın kvadratı. Çıxılsın 36 vur 39. Üstə gəl 39'un kvadratı. Çıxılsın bir dənə də burada 36 vur 39 var. 3 vurulsun 36'nın kvadratı çıxılsın. 36, 39, 36, 39. 2 dənə 36 vur 39 yaranır. Bir dənə də 39'un kvadratı. Diqqətlə fikir versək, mötərizənin içərisi A minus B'nin kvadratının açılışıdır. 3 vurulsun, mənfi 3'ün kvadratı da 9 eləyir. Doğru cavab 27. Funksiyasının ən böyük, ən kiçik qiymətini soruşur. Sinus x'in qiymətlər çoxluğu mənfi 1 parçasına qiymətlər alır. Biz bir dəfə mənfi 1 qiymətini versək, doğru cavab mənfi 1 eləyər. Bir dəfə də 1 qiymətini versək 5 olur. Ondan kiçik qiymət mənfi 1'dir. 16-cı sual. Düzgün 5 bucaqlısında A, B, C, D, Y. BD 5'dir. Bunu bizə 5 verib. AC, çəkirəm AC. Üstə gəl AD. Ümumiyyətlə bu AC və AD diaqonalları bir-birinə, onlar da həmçinin BD-yə bərabərdirlər. Hər biri 5'dir. Necə olur bu? Tərəflərə biz A deyə bilərik. Düzgün 5 bucaqlıdan söhbət gedir.
Düzgün 5 bucağının da bir daxili bucağı tapmaq olar. Ümumiyyətlə alfa desək. Onda bu bucaq olar bizim üçün alfa. Diqqətlə baxaq. Alfa. Onda qarşıdakı tərəf 5-dirsə. Eyni ilə buna da bir dənə alfa kimi baxsaq. ABC adı. AB'də adı. Burada alfa. Onda bunun qarşıdakı tərəf 5 olmalıdır. Eyni ilə onlar arasındakı bucaq alfadır. Deməli qarşıdakı tərəf 5 olmalıdır. Cavabımız 5 plus 5 10 eləyəcək. 9-u 17-ci sualda 9-u biz 3-ün kvadratı şəklində yazaq. Üstə gəl 3 üstü 17 bölünsün 81-i 3 üstü 4 yazaq. Qüvvəti 4. Bunlar 3 üstü 16 üstə gəl 3 üstü 17 bölünsün 3 üstü 16. 3 üstü 16-nı mütərizə xaricinə çıxarsaq qalar 1 plus 3 üstü 1 bölünsün 3 üstü 16. Cavabımız 4. 1 üstü 3 4. 18. AB və CD vətərləri K nöqtəsində kəsişir. CK-nı bizə verib 3. AK-nı verib 4. Deməli CKB, yəni buna S1 yazaq. AKD, buna da S2 yazaq. S1 böl S2-ni bizdən soruşur. Fikir versək, buradakı B bucağına alfa desəm, onda söykəndiyi qövs 2 alfa olar. Eyni ilə D bucağına da alfa düşər. Çünki ikisi də eyni qövsə söykənib. Həmçinin bu K bucağı ki var, bunun yuxarısına bir şəkil yaxınlaşdıraq. Bura bir beta əlavə eləsək, onda bunlar qarşılıqlı bucaqlar olar. Bu da beta olar. Yəni bir üç bucağın iki bucağı digər üç bucağın iki bucağına bərabər olduğu üçün bu üç bucaqlar oxşardır. Oxşarlıqda da biz bilirik, sahələr nisbəti uyğun tərəflər nisbətinin kvadratına bərabərdir. CKB üçbucağında alfanın qarşısında duran tərəf bölünsün AKD'də alfanın qarşısında duran tərəfin kvadratı. Cavab 9 böl 16. İlk n həddinin cəmi bu olan ardıcıllığın 5-ci həddi. Ardıcıllığın n-ci həddinin düsturu belə idi. Sn minus Sn minus 1. Yəni A5 bərabərdir. S5 çıxılsın S4. Bir dəfə n-in yerinə 5 yazarıq. Bir dəfə də n-in yerinə 4 yazarıq. Mötərizəni atsaq 1-lər gedər. Qalar 3 üstü 5 çıxılsın 3 üstü 4. Bu da bizə verir 243 çıxılsın 81. Cavab 162. Bu bərabərsizliyi biz intervallarla həll edək. Sıfıra çevirən qiymətlər 0, burada 3 olur, burada mənfi 2 olur, burada 5 olur. Mənfi 2, 0, 3, 5. 5-dən böyük qiymət versək, 6 versək x-ların yerinə biz müsbət bir qiymət alarıq. 3 ilə 5 arasında bir 4 versək tutaq ki, yenə kəsirin qiyməti mənfi olar bu dəfə. 0 ilə 3 arasında bir x-ların yerinə tutaq ki 1 yazsaq, onlar 1 vur mənfi 2 bölünsün 3 üstə 3 vur mənfi 4 müsbət olar və bu şəkildə işarələr növbələşəcək. Bizdən mənfi hissəni soruşur. Cavabımız buradadır. Bir də burada. Mənfi 2-dən 0-a, 3-dən 5-ə C variantı. Növbəti 21-ci sual. Biz verilən ifadənin hər tərəfin kvadratı yüksəldək. Alınar A kvadrat, üstə gəl B kvadrat, üstə gəl 2AB bərabər 81. A kvadrat, üstə gəl B kvadrat, üstə gəl AB-ni bizə mənfi 5 verib, 2-ni mənfi 5-ə vuranda burada olar mənfi 10 bərabər 81. Onda A kvadrat plus B kvadrat bərabər 91 olacaq. 22. AD toxunandır. CB diametrdir. ABC bucağın verib bizə 70 dərəcə. DAB-ni soruşur. Bu bucağı bizdən soruşur. Əgər ABC bucağı 70 dərəcədirsə, onda söykəndiyi AC qövsü ki var, bura olacaq 140 dərəcə. Çünki daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Burada BC diametrdir. Onda geriyə qalan AB qövsünün dərəcə ölçüsü bizdə olacaq 180 çıxılsın 140. Yəni bura düşür 40 dərəcə. Toxunanla vətər arasındakı bucağı isə onlar arasında qalan qövsün yarısına bərabərdir. 40-ın yarısı 20. 23. Verilən kəsirin hər tərəfini x-a bölək. İfadənin daha doğrusu hər tərəfini x-a bölək. Onlar x üstə gəl 6 minus 5 bölü x bərabər 0. X-ları yanaşı yazıb 6-nı bərabərliyin sağına atıram. Hər tərəfi kvadrata yüksəldək. Onlar birincinin kvadratı, üstə gəl ikincinin kvadratı çıxılsın. Bunların hasilinin 2 misli. Bərabər 36.
X burada x kvadrat olur. X kvadrat üstə gəl. 25 bölü x kvadrat. Burada x'lar ixtisar gedir. 2, 5'in 10. 36 üstə də 10 gələndə 46. Bizdən bu ifadənin cavabını soruşurdu. 46 olur. Bərabər yanı trapesiyanın oturacaqları 21 və 9. Bərabər yanı trapesiya çəkirik. Oturacaqları 9 və 21 olarsa, diagonalını da verib 17. Deyir, nəyi tap? Perimetrini tap. Mən 2 hündürlüyü endirirəm. Yuxarı 9 olduğu üçün aşağıda 9 olur. 21-dən 9'u çıxıram 12. Yarı hissə bura düşür, yarı hissə bura düşür. Biz burada düzbucaqlı üçbucaq görürük. Hündürlüyə h deyək. Həmin düzbucaqlı üçbucağı bir də kənarda çəkirəm. Bura h, bura 17. Burada 6, 9, toplam 15 eləyir. Pifagor teoremi ilə 17'nin kvadratından 15'in kvadratını çıxsaq 64 olar. Bundan da 8 çıxar. Hündürlüyü tapdıq 8. Nöqtə qoyduğum üçbucaq da düzbucaqlı üçbucaq olduğu üçün C yan tərəfin Pifagordan yenidən tapmaq olur. 6'nın kvadratı üstə 8'in kvadratı 100 olur. Kök çıxır 10. Bərabər yanlı dediyi üçün yan tərəflər bərabərdir. Onda hər iki tərəf 10 oldu. Perimetr bərabərdir. 10, 9, 10 və 21. 10 üstə 10, 20. 20 bu da 30 oldu. Cavabımız 50. Tənliyinin köklərinin kvadratlar cəmi 8 olarsa m-i tap. Biz bunu müxtəsər vurma düsturu ilə a plus b-nin kvadratı çıxılsın 2ab şəklində yaza bilərik. Viyyətə görə köklər cəmi -4'dür. Köklər hasili isə m-ə bərabərdir. Olur 16 çıxılsın 2m bərabərdir 8. Buradan 2m bərabər 8. M-imiz olur 4. 26. Bucaq A 50 dərəcə. BD görürük perpendikulyardır AC-yə. CK AB-yə perpendikulyardır. BOK bucağını soruşur bu x-i. Bu gördüyümüz dörbucaqlıdır. Dörbucaqlıda onda KOD bucağını tapa bilərik biz. 360'dan çıxarıq. Və yaxud görünür də 90, 90, 180. Onda qarşı bucaqların da cəmi aynı anda onun cəmi 180 eləməlidir. Və yaxud da 360'dır dörbucaqlının daxili bucaqları cəmi. 360'dan çıxarıq 50, 90, 90'ın cəmi. 90'ın cəmi. 180 üstə 30. 180 üstə 50, 230. Bu da bizə verir 130 dərəcə. X bucağı KOD-yə qonşu olduğu üçün qonşu bucaqlarının cəmi 180 dərəcədir. 130'u çıxsaq cavabımız 50 dərəcə. Burada bu A ədədi 2 tam 3, 3, 3 belə gedir. B ədədi də 2 tam 2, 2 bu şəkildə gedir. Buradan görünür ki, A ədədi B ədədindən böyükdür. Yəni 1'ə B variantı uyğun gəlir. Sonra bunların cəmi 4,9'da 5'dirmi? Bunu saf dövr onluq kəsir kimi yazsaq, bəli. Ümumiyyətlə bunları ilə toplasaq alınır. Yəni A plus B-ni toplasaq olur 4 tam dövrdə 5. Bu da 4,9'da 5'dir. Tamla tamı toplayarıq. Kəsirlərə kəsiri. Yəni buna həm də C variantı uyğun gəldi. İkincisi. Burada A ədədi özü 2 tam %23'dür. B ədədi isə 2 tam dövrdə 23'dür. Yəni 23'lər dövr eləyir. Onda B ədədi A ədədindən A ədədi B ədədindən kiçikdir. Yəni A variantı uyğun gəlir. Fərqləri birdən böyükdür, xeyr. Yəni buna hələ ki bu uyğun gəldi. Növbəti də elə 2 tam dövrdə 4, 2 tam 9'da 4 deməkdir. Onda A ilə B bir-birinə bərabər imiş. Yəni 3'ə də D variantı uyğun gəldi. Növbəti. Perimetri 100 olan ABCD paraleloqramında ABCD paraleloqramında BAD bucağının tənböləni BAD bucağının tənböləni BC tərəfini B nöqtəsindən başlayaraq deməli 3/4 nisbətində bölür. Burası 3K, burası 4K olur. Paraleloqramın kiçik tərəfimizdən soruşur. Tənbölən olduğu üçün bunlara alfa yaza bilərik. Burada bir Z hərfinə oxşar hərf var. Yəni bu nöqtə qoyduğum bucaqla aşağıda nöqtə qoyduğum bucaq daxili çarpaz bucaqlardır. Onlar bərabərdir. Onda burada alfa yaza bilərəm.
Burada gördüyümüz üçbucaq bərabər yanlı üçbucaq olur. Alfa, alfa. Onda yan tərəfləri bərabər olmalıdır. Bura 3K-dırsa, burada 3K olmalıdır. Perimetr necə tapılır? 2 vurulsun A plus B şəklindədir. İki vurulsun A plus B'dir paralelogramın perimetri. Perimetri 100 verib. Bir tərəfimiz bizdə 3K-dır. Digər tərəfimiz 3K, 4K oldu 7K. 3K. 100-ü 2-yə bölərik 50 bərabərdir 10K-ya. K-nı buradan tapırıq 5. Kiçik tərəfi soruşur. Kiçik tərəf görürük ki 3K-ya bərabərdir də. 3-ü vururuq 5-ə 15 cm. 150 nəfərli tamaşa salonu təmin edildikdən sonra sıraların sayı 5 vahid artdı. Hər sıradakı yerlərin sayı isə 5 vahid azaldı. Gəlin sıraları X götürək. Hər sıradakı yerləri də Y götürək. Onda ümumi yerlərin sayı biz bilirik ki sıraların sayın hər sıradakı yerlərin sayına vurmalıyıq. X-i vururuq Y-ə bərabərdir 150. Sıraların sayı 5 vahid artdı. Yəni oldu X plus 5. Yerlərin sayı isə 5 vahid azaldı. Oldu Y minus 5. Amma yerlərin ümumi sayı dəyişmədi. Yəni yenə də 150 elədi. İkinci tənliyin mütərizəsini atsaq, olar X, Y minus 5X üstə gəlib 5Y minus 25 bərabərdir 150. X, Y 150 olduğu üçün 150'lər gedir. Alınır 5X minus 5Y bərabərdir. Daha doğrusu bir dəqiqə. Olur 5Y minus 5X bərabərdir 25. Y minus X bərabərdir 5'ə. Fərqi 5. Bir də ki, burada hasilləri 150 idi. Fərqi 5, hasili 150 verənədədirlər. Şifahi də tapmaq olar. Tənliklər sistemindən əvəz etmə edib tapa da bilərik. Fərqi 5, hasili 150 verənədədirlər. Hansı olar? Bir dəqiqə bunu saxlayaq. Bu şərtdə yenədədirlər. Y-imiz 15, X-imiz 10 olan da mümkündür də. Bizdən soruşur, təmirdən sonra salonda neçə sıra oldu? Təmirdən sonraki sıralar, bax, X plus 5 idi. Yəni 10 üstə 5, 15 olacaq. ABC düzbucaqlı üçbucağında bucaq B 90 dərəcə. Düz bucaq təpəsindən hipotenuza çəkilən hündürlük və tənbölən də bucağı yarı bölüb. Arasında qalan bucağın, yəni bu X-in, X yazaq bura. Düzbucaqlı üçbucağın iti bucaqlarının fərqinin moduluna bərabər olduğunu ispat edir. İspat etməliyik ki, bucaq A çıxılsın bucaq C-nin yarısına bərabər. İspat olması ifadəmiz budur. Tənbölənlə hündürlük arasındakı bucaq iti bucaqlar fərqinin modulunun yarısıdır. Tənbölən çıxdığı bucağı yarı böldüyü üçün onda bu bucağa düşür 45 dərəcə. 45 dərəcə. 45 dərəcə. Onda geriyə qalan bax bu bucaq da olacaq 45 dərəcə. Hündürlük və tənbölən. Burada belə bir yanaşma edək. Baxın, şəkli silim. Təzədən çəkək. Alfa, beta işarələməkdə. Deməli, bir üçbucaq çəkək, tutaq ki. A, B, C. Bizdə bu tənbölən olsun, B-dir. Bu da BH olsun. Hündürlük, hipotenuza çəkilən hündürlük. Bax, söhbət bu X bucağından gedir. Deməli, biz bilirik ki, A bucağı ilə C bucağının cəmi 90 dərəcədir. Çünki iti bucaqların cəmi 90 dərəcə bərabər olur da, düz bucaqlı üç bucaqdır. Həmçinin ABD bucağı CBD bucağına bərabər olur. Bucaq ABD bərabər olur bucaq CBD-yə. Çünki bax, buradakı bucaqla bütün bu bucaq bərabərdir. Niyə? BD tənbölən olduğu üçün. Yəni, bura düşür 45 dərəcə. Eyni ilə geriyə qalan bucaq da olur 45 dərəcə.
Onda buradan biz ABH bucağını tapa bilərik. ABH bucağı ki var. Bucaq ABH nəyə bərabər olar? Onlar 90 minus A. Səbəb də ki, bu nöqtə qoyduğum üç bucağın düz bucaqlı üç bucaq olmasıdır. İt bucaqlardan biri 90 minus bucaq A olur. Bu olur 90 çıxılsın bucaq A. Sonra burada necə yanaşa bilərik? Biz buradakı x işarə eləyirik. Bura x deyə bizə lazım olan bucaq. X bucağını tapmaq üçün biz ABD bucağından modulda yazaq. Yəni burada hərflərin yeri fərqli ola bilər. ABD bucağından çıxarıq bucaq ABH-ı. ABD bucağından ABH-ı çıxarıq. Sonra burada biz yerləşmə aparaq. ABD bucağı bütövlükdə bilirik ki 45 dərəcədir. ABH bucağına da demişdik ki 90 çıxılsın A bucağı. Onda buradan alırıq ki, biraz sadələşdirsək, bucaq A çıxılsın 45 dərəcə. Yəni A mənfi deyib, bucaq A çıxır, 45-dən 90 çıxanda mənfi 45. İndi burada biz bucaq A üstə bucaq C-ni 90 dərəcə qəbul etmişdik. Bundan istifadə eləsək, necə yaza bilərik burada? 45-in yerinə 45 dərəcə özü 90-ın yarısıdır da. Yəni biz burada 45-in yerinə bucaq A üstə bucaq C bölü 2 yazsaq, biraz sadələşdirmə aparsaq, modulun içərisində 2A-dan A çıxanda olar bucaq A çıxılsın bucaq C bölü 2 şəklində bir ispat alarıq. Yəni fərqli isbatlar da eləyə bilərsiniz. Mən bu cür bir ispat verdim. Sağ olun.